Pənir yoğurmağa başlayaq. Pənir üçün ümumilikdə yarım kilonun istifadə etdim. Xəmir əvvəlcə çox bərk olur, ancaq yoğurduqca hamar, elastik xəmir alınır. Ana olmur axı bu. İstərsəniz videodakı kimi, istərsənizsə qabın içərisində yumruğunuzla yoğurun. Sizə necə rahatdırsa. Nə varsan o? Xəncər pişirəm qaqa. Dünən bir dənə yağış yağıbdı. Gör gürültüsünü eşitmədin gecə. Yox, meyit kimi yatmışam sənə. Özümə çatmayan bilsən nədir qaqa? Göy gürüldayan kimi nəyə görə biz xəncər yeməliyik ki? Dədə babalarımızdan belə görmüşük, belə də eləyirik. Boş-boş danışma. Götür əlinə bir şey at. Qaqa, sən canı elə danışsan ki, dədə babalardan belə görmüşük. Qardaş, mən nəyə görə öz yemək seçimimi dədə babaların fikri ilə eləməliyəm? Sən kimsən axı öz fikrin olsun, ay ac it? Dədə babalardan ağıllı çıxıb. Qaqa, sual verən kimi nəyə əsəbləşsən ki? Prosto mən bilməliyəm ki, yəni bu sual vermək cahillik deyil. Bilib öyrənməmək cahillikdir. Bilməyib öyrənmə, bilməm nə idi o cümlə, iş özümdə bilmirəm. Bilmədiyin şeyini yönüb danışma. Özüm mən qaqa məcbur olduğum şeyin səbəbini bilməliyəm də. Kimsə gözləyirdin? Yox, get gör aç görüm. Əlim onludur. Kim ola bilər bu vaxt? Ay Məhəmməd gəlib qaqa, xoş gəlsin ağa. Çox sağ olun. Gəl qaqa, gəl içəri. Salmatçılıqdır, sən niyə bilirsən? Nə oldu ağa, sən niyə bu gündəsən? Çox bir şey olub qardaşlar. Qaqa, demək ki, PlayStation-ını satıbsan qadanam. Yenə gəlib oynayır. Məzələnmə qaqa, yenə arada gəlirdik oynamağa səni. Satıbsan, ha? Dünən Yıldırım çaxtıya eşitdiniz onu. Hə, elə xəncər pişirdim qaqa məndə. Qaqa, axırda Sabirlə xəncərlə bağlı bir dənə sualım olacaqdı. Prosto indi söhbətini elə şey deyirəm. Danış. Dünən Yıldırım çaxanda diksindim. Elə bir nəsə hiss elədim. Sonra başımı qoydum, yatdım, səhər oyandım ki, yumor hissimi itirmişəm. Nə itirsən ağa? Yumoru. Evə yaxşı baxdın mı, harası qoyursan? Bəlkə qaqa, yəni üstündədir, arası axırın səfər arası gedibsən. Yumor hissimi itirmişəm, gülə bilmirəm. Depressiya qaqa. Depressiyada olmuşam mən. Onda belə olmur. Qaqa, bir dənə anekdot var idi, sən danışırdın. O filmi Dovşanın anasına söyür, yoxsa Dovşanın filmin anasına söyür axırda. Onu danışdığına biləcəksən qaqa, o gülməlidir. Yox, nətə idi orada? Amma mənə əmim oğlu danışdı. Gülə bilmədim. Qaqa, bir dənə normal anekdot bilməm. Gülməkdən yatat səndən ha. Deməli hara çatacaq qaqa? Bir dənə qaqaş olur. Bu qaqaşı deməli papası zorla zora evləndirir. Bu nəsə bir gün lomkada oturduğu yerdə bir dənə çivin gəlir düz bunun burnunun üstünə qonur. Bu da çivinlə baxışır belə deyir, vızqırt başımla. Bir dəqiqə papama deyəcəm səni də evləndirəcəkdir. Elə bir ki çivin evlənəndə onun da maskesi Aydındır. O anekdotu Elvin yaxşı danışır, dey qaqa. Gələk Elvin yanına da qaqa danışsın. Nə var ki? Budur, buradır binanın. Lazımdır öyle qardaşlar. Əziyyət çəkməyin. Nə əziyyət qadın almaq qardaşım. Bir də səndən elə bir şey eşitməyim. Olmasın qardaş. Gedək də qaqa, gedək danışsın. Allah rəhmət etsin. Allah rəhmət etsin. Salam. Salam qaqa.
Salamatçılıq yox. Dədəm rəhmətə gedir. Məzələnmə, Allah rəhmət eləsin. Buna nədən rəhməti gedib ki, ağa cavan adam idi. Çoxdandır kişinin ağlı şağırırdı. Səhər getdi həkimə. Çıxartdılar qanaxmalı zağlaya bilmədilər, yerində də kesildi. Dişlərinizi vaxtında fırçalayın. Ay, vallahi pis oldum mən. Allah rəhmət eləsin. Ölələrimizə rəhmət, ölələrimizə rəhmət. Siz də yaxşı gəldiniz, heç xəbərimiz yox idi axı. Qaqa, bilmirəm nətər deymiş, yeri deyil, düzdür. Bizim sağa çox vacib bir işimiz düşübdür, yoxsa? Nə olub? Valla qardaşlar, ehtiyac yoxdur. Bu dostumuz, qardaşımız səndən yaxın olmasın da. Bu bir problem var. Yumurtası. Yumorist. Ha, onu itiribdi. Bir şey xahiş eləmək istəyirik. Sənin o bir dənə anekdotun var. Hər yerdə də danışsan milçək məsələsi. Onu xahiş eləsək bir dənə burada danışa bilərsən sən. Çox vacib olması yəni istəməz deyə, prosta vəziyyət görür. Ya yenə də çox üzr istəyərək başa düşərək də. Bilmirəm bu vəziyyətdə onu necə danışım. Qaqa, yəni istəyirsənsə əgər heç Deməli bir qardaş olur. Bundakı papası bu məcbur edir evləndirməyə. O kim nəsə bu indi oturub toyda əsəbidir də, başa evlənmək istəmir axı. Nəsə oturub toyda bir dənə də milçək vız gəlir oturub bunu böyle burnunda. Bu da kinli əsəb milçəyi söndür ki, indi papaya papaya deyərəm. Sən də evləndirəm. Nasıl toyunu görmədi? Rəhmətli. olacağı çarə yox, deyil qaqa. Bəli. Həll eləmişəm, narahat olmuyor. Kəfənindin də həll eləyəcəm. Heç narahat olmayın. Bir dəqiqə mənə vaxt verin. Qardaşlar, sizdən bir xahişim var. Hay canım. Mənə kəfən lazımdır. Papya, papya. Papya. Təşkil edə bilərsiniz. Ha, problem yoxdur, qaqa, vaif deyilmi? Yəni, Çox sağ ol. əlimizdən gələn Allah eləyək. razı olsun. Saat üzrü sayda indi belə. Gözləyirəm onu. Yox, gedək, gedək. Yaxşı günlər. Sağ ol. Çəfəlan şey deyil. İşimiz biri idi qaqa, 2 oldu. Qaqa, əslində Elvin güldürər deyib, prosta vəziyyət ödəydi. Adam da üstünə çox getmək istəmədi. Ümumiyyətlə qaqa, birinci gedib şəfən məsələsini həll eləmək lazımdır. Sonra da bu Məhəmmədin gülüşünü. Qaqa, gedək Rasimin yanına da, nə? Həm bu kəfən məsələsini həll eləyək, həm də Rasimin gülüş problemi deyək ki, belə bir şeydir, o həll eləyəcəkdir, amma əlindən gəlir. Rasim, hansı bizim Rasim? Hə, nə bizim Rasim? O şey döyüdüm ha, sınıqçı döyüdüm. Yox, qaqa, 3 ay kursa gedibdi, belə şeylərə də baxırdan, o şey. Yaxşı deyişir. Heç kim öz işi ilə məşğul olmaq istəmirlər bu ölkədə. Sən çiçəksən tərtəzə, bənzəmirsən bir kəsə. Ömür günümü bəzə, gül ki, ürəyim gülsün. Baxın. Bunu buradan biraz götürürəm, burasını kəsirəm. Yapışdıracağım qulağına. Bunun bu hissəsi, baba, bunu bu əti. Bunu buradan dartıram. Baba. Gördün, gülür. Gülür. Prost qaşlarını da qaldıraq da, belə ata oxşayacaq. Qaşlarını. Bir də mən təklif eləyərdim ki, bir tərəfini eləyək. Yəni, bax, bir tərəfini eləsək, bir tərəfi seriozun qalacaq, bir tərəfi də güləcək də belə. Mona Lisa. Hə, bir tərəfi elə bir seriozun olsun, bir tərəfi də yəni gülər olsun. Həm də şəkildə yeşək düşür. Mən təşrif edirəm ki, bunun burnunu da kəsək. Balacalaşdıraq da. Bu, sən kursu öyrənsən də bu? 3 ay. 3 aya. Kursu öyrənsən. Estetik əməliyyat, həm də ki, ağıl dişini çəkə bilirəm. Amma ancaq yuxarını, aşağını çəkə bilirəm elə ki. Sintetik əməliyyat deyil. Yox, sintetik olaraq 1-2 ayda geçsəm, onu da öyrənəcəm. Onda sınırsının başını buraxdın da. Yox, saxlamışam da, indi köhnə müştərilər, tanıyanlar olur, zəng gəlirlər. Əlavə gəlir də, nə olub, sınav yerimiz var. Yox, nənəm o vaxt tut ağacından yıxıldı, dünbəyə çatdadı, o da deyir öz-özünə düzəldi, xaçdan zaten. Yapışdı, hə, xaş yesin. Deyirəm Rasim
müəllimin də yəni vaxtını vaxtını çox qərarlaşıb dəyinə. Qardaşlar, mən istəmirəm. Sadəcə heç nə bəyəndirmək olmur. Gəlmişik bu həkimin yanına gətirmişik. Mən istəyirəm ki, daxilən günümdə, üzdən yalandan yox. Qaqa, bizim də indi əlimiz sənin daxilinə çatmır da. Biz də indi xaricini dəyişməyə çalışırıq. Nə qara? İndi bir məsələ də var ki, bu adam indi ancaq güləcək də. Qulaq asın. Siz gedin dəqiq qərar verin. Yaxşı. Mən də o vaxta kimi görüm daxildən bir 3 ayda kursa gedim, bəlkə öyrətdilər onu da. Mən indi sizə parasimpatik və simpatik hüceyrələrin ortaya çıxması üçün əsasən də qalxana bənzər vəzdə bir yerdə birləşirlər. Sonra onlar gəlir mədə-altı vəzinin böyründən fırlanır, qaraciyərin üstündən gedib. Elə ki, hipofiz və epifiz vəzləri ilə yazıram. Yandan zaten nə teleqrafika eləmək olmaz, iynədən zaten vur. Bana yox. Bir də deyirlər o nəsə kişiliyə də təsir edir. Yox. Kəfənə görə çox sağ olasın. Allah razı olsun. Əliniz yerdə qalmadı. Dəyməz. Allah keçənlərinə rəhmət etsin. Özünüz yenəcəksiniz? Yox, dostumuzun papası sizə sağ olun. Rəhmət edir belə. Allah rəhmət etsin. Yediniz iyi geri al. Ben evlenmem. Evleneceksen. Evlenmeyeceğim. Evleneceksen. Evlenmeyeceğim. Bana Şirin oğlu Şirin ki diyorlar. O saat kulaklarından divara mıhlayaram. Değme ata, değme. Əhmədin anası ölümü iftonar qaldırasan ha. Ay, gülməli deyil. Murat, qurban olun. Mənə bütün yumor hissim itibdi, yəni mən başa düşə bilmirəm burada harası gülməlidir, nəyi gülməlidir. Ay ağa, məzələni sən başına dönüm. Bu klassikadır bu. Onu başa düşdüm, amma harda gülməliyəm onu bilmirəm. Qaqa, indi gözə göstərin masa. Elə bil ki, orada Harvat gəlməyir ki, Əhmədin anası ölməyib ki, onu qaldırasan, ha? Belə döv. O gəlir belə deyir. Əhmədin anası ölməyib ki, onu qaldırasan. Yox, sən belə dönər çağırmırsan. Dönərin qabağında duran şarlar kimi eləmir. Emosiya vermək lazım. Sən eləmirsən da, qaqa, tam onu ötürmək lazım. Zülümov, qaqa, Zülümov oynayaq bəlkə. Yox, Bilmirsən nə tərəfdən yaxşı. Amma bu Afaq Bəşir qızı qaqa şeydir. Bu onun kimi oynayamırıq, yəni almır. Abi Afaq Bəşir qızı deyil. Afaq Bəşir qızı şeydədir, o moşdadır. Bəxt üzüyü, həsən. Bəxt üzüyü bombaydı. Orada gəlirlər, qoymayın, mərasim gəlir. Onu qoymalıyıq. Onu qoysaq bəlkə gülər. Nə oldu qaqa, salamatçılıqdır? Nəsə elə bir Yox. ağrıdı aranca. Yox, Murat, yumor hissim qayıtdı. Gülürəm. Tüpürüm belə qayıtmağa qaqa. Gör nəyə gülür, bütün əsəbləşdim insan. İldırım vurmuş yumoru ancaq basırmaq lazımdır qaqa, ancaq. Gic ağzına gələn danışmadığına qaqa yenə basırmaq lazım. Ay basırmaq demiş, biz kəfənə aparacağıq axı. Ervin bizi gözləmir mənə. Yavır oldu be. Dur qaqa, dur gedək qadınla. 2 lüt qaldı orada. Sən can çıxmasa kösəndə rahat görsün. Deməli əzizlərim, Qaqa, üzrlü sayda bu kəfənə görə də şəhəri fırın-fırlandıq, zorla tapdıq. məsələ burasındadır ki, bu gözəl qardaşlar Qardaş, çox sağ olun, gəldiniz, yad elədiniz. məclisinə Əziyyət verdim sizə. Ha yox qadınam, qaqa, dost belə xeyir işlə lazımdır. Dağım, Allah canına sağlıq versin. Bizdən bir əlimizdən gələn elədik. aydınlıq 40 dənə verəcəksən qadına. Pəngə. beynində heç bir fikir Pəncəni yəni. Çünki Biz tərəfdə belədir. suallar olur mənalı, bəzi Ha, sən hardansan ki, qaqa ümumiyyətcə? mənalı. Amma bu mənasız suallara Sözü kimsə cavab yarı Argentina, yarı Boliviyadandır. təkrarlanmır. O vaxt elə onlar bura sürgün elədilər Azərbaycana. Valla mən də deyirəm nətər Argentina çox şeysən, neysə. Çox sağ ol. Adı neydi ki? Bilən Batistuta. Ronaldo yoxsa Messi. Batistuta deyərək bir yandadır. Babam həmişə onu çağırırdı. Batistuta! PlayStation-da da belə səs var idi. Birdə idi yoxsa ikidə? Birdə. Birdəydi. Sən xarici pasportun var, değil mi? Yox, məndə yoxdur, keçirir. Da mən bundan sonra PlayStation 1 oynayamam ki. Ağlayaram mən. Hə, Tembol 5 saat çıxıb, bundan sonra niyə etmiş? O səhər Lətifə danışdım. Xoşuna gəlmədi qardaş.
O sənə əlaqədar deyil. Mən özüm yumor hissimi itirmişəm deyənlər. Həm də pis vaxtım. Amma mən bilirəm ki, sən onu danışsaydın, gülər, yaxşı vaxtında olsaydın, prosto. 40 günə danışaram bəzdən. Hə, 40 çıxsın inşallah Allah'ın köməyi. Götdə Talib Zametkaya götür. Hə, onu şey deyənim. Oturub yiyimsərik, keyfli danışırıq. Hə, inşallah indi adnalarda da gələcək də, yanında. İnşallah, sağ olun. Əziyyət olmasın. Yox, nə əziyyət qazanım. Orada bir də çay içməyə, getməyə yer axtarıq. Yəni gedək. Yemək də olacaq gələsən. Elə? Yemək də olacaq. Nə olacaq yemək? Xəngəl də dedim. Hə, xəngəl. Diqqətsiz söz. Acıka yeyən söz. Acık. Mənim saçımın dibində problem var. Kəpəkli raj olmaz. Ondan xoşlayıram. 40 kimi sağalarsan inşallah. Nə bilim, görək də. Özünüzə diqqət yetir. Görürsünüz, diş çıxardan girdi adam rəhmət edir. Ağzı dişiydi. Ağzı dişi deyirdin. Ağıl, ağıl. Hə. Argentinalılar genetikdir. Burada deyiblər də, qaş üzərdən verdə burada dişini çıxartdı. Ay sağ ol.